Zərifə xanım, yadınıza gəldi, sizə bir söz vermişdim. Dedim, 3 həftə siz evdə olmayasınız, sizi evdən çıxartmışdıq. Bəli, bəli. 3 həftə keçdi. Bəli. Siz nə elədiniz bu 3 həftə ərzində? 3 həftə Bazımgildə qaldım, yaşadım biraz orada. Allah köməyiniz olsun. İndi bizim sizə sürprizimiz var, inşallah. Sağ olun, sağ olasın. Amma görəndə çox şoka düşəcəksiniz. İnşallah. Allah köməyin olsun. Allah sizdən razı olsun. Zərifə xanım çox kasıb bir insandır. Bəli. Bir oğlu ilə evsiz vəziyyətdə idi. Bəli. Ya Allah, buyurun, bu da sizə sürprizimiz. Girin baxın, necədir içəri? Necə deyim? Nə deyim sizə? Çox təşəkkürlər. Çox. Vallahi şoka düşdüm. Allah'ın şoka düşdüm. Mən belə bir yaşayış görməmişdim. İndi sizin sayənizdə görəcəm, Allah qoysa, inşallah. Çox sevinirik, kiməsə yaxşılıq eləyə biliriksə. Allah köməyiniz olsun. Mən sadəcə çəkib göstərərəm. Allah sizdən razı olsun. Hamısını siz eləmişsiniz, siz. Vallahi nə deyim, day. Mən sevincimdən ucuday dura bilmirəm. Necə deyim, biraz özümə gəldim. Çox çətinlik çəkirdim. Yağış. Şükür Allaha bu günləri. Çox sağ olun. Sizə bu sevinci yaşadan Allahdır. Çox sağ olun. İzləyicilərimə çox təşəkkür edirəm. Sizin o 3-5 manatlarınız, 10 manatlarınız görün nələrə səbəb olur. Çox sağ olun. Görün, vallah. Hamıdan razıyam. Çox təşəkkürlər. Kim əl tutur, Allah köməyində dursun. Allah razı olsun. Suyu necə gətirirsən? Qonşudan daşıyıram. Tökürəm sən oran, oradan da açıb yuyuram. Bura tökürsən. Aha. Bax, suyu hardan gətirirdin? Qonşudan. Qonşudan. Amma bugünkü gün bax çənibə kimi. İnşallah oldu. Şükür, xeyirxah insanlar bax təşkil. Hər bir şey var. Şilanq da bax indi təşkil eləmişik. Buradan suyu çəkəcəksiniz. Allah və ya bunu qaldırıb qoyacaq harasa. İndi onu ustalar